Salam dostlar, bu günləri rusların çox məşhur bir keksi olan manaşka və yaxud da rahibə keksini hazırlayıram. Adı bilmirəm niyə belədir, amma olduğu kimi də qeyd edirəm. Bu keks şokolad sevənlərin əsl sevimlisi olacaq. Ağızda əriyən, bol şokoladlı, nəmli bir keksdir. Dərin bir qabın içərisinə yumurtaları, bir çimdik duzu və şəkər tozunu əlavə edib mikserlə ağarıb həcmi artana qədər çırpıram. Hardasa 5-7 dəqiqə ərzində mikserin ən yüksək sürətində çırpmaq lazımdır. Daha sonra üzərinə duru yağ və unu ələkdən keçirərək əlavə edirəm. Sonda da bir paket qabartma tozunu əlavə edib çox ehtiyatla aşağıdan yuxarıya tərəf qaşıqla qarışdırıram. Hazırladığım xəmiri keks qəlibinə tökürəm. Qəlibin diametri 24-dür və əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 40 dəqiqəyə bişirirəm. Keks bişənə qədər də möhtəşəm şokoladlı sousunu hazırlayaq. Qazana su və şəkər tozu əlavə edib, şəkər tozu tam əriyənə qədər və şirə qaynayana qədər bişirirəm. Şirə qaynadıqdan sonra ocağı söndürüb, üzərinə kakaonu və kərə yağını əlavə edib, yenidən ocağa qoyuram və vam atəşdə qarışdıra-qarışdıra kərə yağı əriyənə qədər bişirirəm. Budur, artıq şokoladlı sousumuz hazırdır. Hələ ki istidir, tam soyuyanda biraz da qatılaşacaq. İndi isə əsas məqam odur ki, sousun və keksin tam soyumasını gözləyirik. Yəni soyumuş keksin üzərinə soyumuş sousu tətbiq edirik. Əvvəlcədən keksin üzərində bu cür dəliklər açırıq. Dəliklər nə qədər geniş olsa, bir o qədər yaxşıdır. Üzərinə də sousdan bol-bol əlavə edirik və gözləyirik ki, tam olaraq canına çəksin. İndi isə gəldik əsas məqama. Görün necə əzamətli, tünd və nəcib bir görünüşü var. Manaşka, yəni rahibə adı sizi yanıltmasın. Zahirən sadə görünsə də, daxilində inanılmaz zəngin, tünd şokoladlı və lüks bir dad gizlənir. Bu sadəcə keks deyil, sanki ən bahalı restoranlarda yeyə biləcəyiniz xüsusi bir desertdir. Hər tərəfi bərabər şəkildə islanmış, nəm, yumşaq və bol kakaolu bir teksturası var. Çəngəli vuran kimi necə asanlıqla bölündüyünü görürsünüz. Bu keks ağzınızda əriyəcək və damağınızda unudulmaz şokolad dadı buraxacaq. Mütləq sınayın və fikirlərinizi də bölüşməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik.